boy qısalıqları bizim hal-hazırda uşaq endokrinoloqlarına müraciətlər sırasında ən çox rast gəlinən və ən çox müraciətlər olan patologiyalardan hesab olunur və müxtəlif səbəblərə görə uşaqlarda boy qısalıqları görünə bilir. Yəni bəzən yanlış bir düşüncə olur ki, uşağın boy qısalığı varsa mütləqdir ki, orada boy hormonu çatışmazlığı var və mütləqdir ki, biz boy hormonu ilə müalicə etməliyik. Xeyr, tamamilə yanlışdır. Yəni bəzi hormonlar var ki, sırf onların belə deyək, yetməzliyinə bağlı olaraq boy qısalığı rast gəlinə bilir. Bunlardan biri ən belə deyək, vaciblərindən biri təbii ki, boy hormonudur. Amma tiroid hormonu problemlərində bir çox ümumiyyətlə malnutrisiona bağlı, yəni kilo alımına bağlı olan problemlərdə boy qısalığı ola bilir. Bəzən patoloji olmur. Hətta sadəcə olaraq konstitusional böyümə geriliyi dediyimiz tiplər olur ki, uşağın cinsi inkişafı da, boyu da geri olur və bəlli bir yaşdan sonra onlar hər ikisi bir anda sürətli şəkildə inkişaf etməyə başlayır. Hansı ki, hal-hazırda boy qısalığı şikayətini vermiş olur. Eyni zamanda bəzi xroniki xəstəliklər var ki, qaraciyər, böyrək xəstəlikləri və s. bunların özü də uşaqlarda böyümə inkişaf ləngiməsinə, boy qısalığına səbəb ola bilər.